Nəsl əsərlərində bilirsiniz ən çox nəyi sevirəm? Monoloqları. Çünki yazıçı monoloq vasitəsilə yaratdığı obrazın daxili dünyasını açır. Yəni dialoq da edə bilmədiyini monoloq vasitəsilə oxucuya çatdırır. Bu dəfə Jack Londonun Martin din əsərində Martinin güzgüyə baxaraq öz-özünə dediyi sözləri sizə oxumaq istəyirəm. Düzdür, bu monoloq biraz uzundur, lakin onun içərisindən seçdiyim kiçik bir hissəni oxuyacağam. Sən gözəllik yaratmaq istəyirdin, lakin gözəlliyin təbiəti haqqında heç nə bilmirdin. Həyatın mahiyyəti haqqında təsəvvürün yox idi. Sən dünyadan yazmaq istəyirdin, lakin dünya sənin üçün böyük bir müəmma idi. Həm də sən nədən yazsaydın, öz nadanlığını bir dəfədə yenidən etiraf etmiş olardın. Məncə də Martinin əslində özünün daxili dünyasının açılmasında bu cümlənin böyük bir payı var.